İbn Qayyim rahimehullah yenə öz Əd-Da'u vəd-Dəva adlı kitabında günahların zərərlərini sayarkən günahların zərərlərindən birini də qeyd edir və bu çox təhlükəlidir. Yəni günah görün nə edir? Yəni günahın zərəri, aqibəti necə də pisdir. Və buyurur ki, və min uqubətihə, günahların zərərlərindən biri də ennəhə tuəssiru fi nuqsanil aql. Günah insanın əqlinin naqisləşməsinə təsir edir. Günah insanın əqlinin naqisləşməsinə təsir edir. Və buyurur ki, İbn Qayyim rahimehullah, iki ağıllı insan görsən, iki insandır. Dayanıblar. Biri Allaha itaət edəndir və o birisi Allaha asi olandır. Belə bir insan görsən deyir, sən deyir, o Allaha itaət edən insanın əqlini o birisindən daha kamil, fikri daha səlim, yəni fəhmi daha güclü və haqq söz söyləməkdə daha yaxın onu, yəni onun şahidi olarsan ki, odur. Yəni iki insandır, biri Allaha asi olur, biri Allaha itaət edir. Allaha itaət edənin əqli deyir, daha kamildir, deyir İbn Qayyim rahimehullah. Fikri daha itidir. Yəni görüşləri daha sağlamdır. Yəni əql baxımından bu daha kamildir. Daha yaxşı fikirlər, daha düzgün fikirlər, daha, yəni fəhmi daha itidir. Və haqqa yaxın olan sözlər bu daha çox söylüyor. Nəinki Allaha asi olan. Yəni Allaha asi olmaq insanın əqlinin naqisləşməsinə təsir edir, subhanallah. İxlasla.com saytı tərəfindən təqdim olundu.